Salam əziz qardaşlar, əziz izləyicilər, xoş gördük hər birinizi. Əziz qardaşlar, bugün may ayının 3-ü 2025-ci il. Buyurun baxın, bax belə 4 baş inək satılır. Videoya sona qədər baxın, mallardan tam məlumatınız olsun. Əziz qardaşlar, gördüyünüz bu inək 4-cü qarına vot-votdur, yəni az qalıb doğumuna. 3-cü qarında mal sahibi qeyd elədi ki 15-16 litr süd verib. 4-cü qarında inşallah südün artıran maldır. Qiyməti 3000 manata deyilir. Real alan olsa qiymətdə razılaşma yeri var. Videoya sona qədər baxın. Mallardan tam məlumatınız olsun. Buyurun baxın əziz qardaşlar. Gördüyünüz kimi 4-cü qarına az qalıb doğumuna. Qiyməti 3000 manata deyilir. Real alan olsa qiymətdə razılaşma yeri var. Buyurun baxın əziz qardaşlar. Əziz qardaşlar, gördüyünüz bu inəkdə 2-ci qarına doğub, təzə doğub, dişi balalıdır. Südü səhər axşam 12 litr. Qiyməti 3000 manata deyilir. Real alan olsa qiymətdə razılaşma yeri var. Buyurun baxın əziz qardaşlar, 2-ci qarına doğub, təzə doğub, yanındaşı balası dişidir. Südü səhər axşam 12 litr. Qiymət 3000 manata deyilir. Real alan olsa qiymətdə razılaşma yeri var. Ünvan Cəlilabad rayonu. Əziz qardaşlar, gördüyünüz bu inəkdə 3-cü qarına doğub, 20 gündür doğub. Südü səhər axşam 23-24 litr. Super iri bir maldır gördüyünüz kimi. Qiyməti 4650 manata deyilir. Real alan olsa qiymətdə razılaşma yeri var. 3-cü qarına doğub əziz qardaşlar. Gördüyünüz kimi maşallah olsun, super bir inəkdir. Kim almaq istəsə, geçsin yerində saxsın, yoxlasın, alsın. Ünvan Cəlilabad rayonu. Buyurun baxın əziz qardaşlar. Yanındaşı balası da dişidir. Maşallah olsun, mal çox iri bir maldır. Telefonda balaca düşüb. Yəni kim almaq istəsə, gedib yerində də yoxlayıb, sağıb ala bilər. Videoya sona qədər baxın, mallardan tam məlumatınız olsun əziz qardaşlar. Əmcəklər də uzundur gördüyünüz kimi, sağmağa rahat. Əziz qardaşlar, gördüyünüz bu inəkdə 3-cü qarına doğub, erkək balalıdır, təzə doğub. 3 məməsindən səhər axşam 10 litr süd verir. Qiyməti 2650 manata deyilir. Real alan olsa qiymətdə razılaşma yeri